Salam, hörmətli tamaşaçılar. Bugün biz bir muğam haqqında danışacağıq. O da Rast muğam dəstgahıdır. Yaxın Şərq xalqlarının 12 klassik muğamlarından biri də məhz Rastdır. Və əgər başqa muğamlar sonradan şöbə halına və yaxud kiçik muğamlara çevrilmişdirsə, Rast öz mahiyyətini bugünə qədər qoruyub saxlamışdır. Rast doğru, düzgün deməkdir. Maraqlı orasıdır ki, Rast öz adını saxlamaqla yanaşı, eyni zamanda kökünü də, musiqi dili ilə desək, mahiyyəsini də qoruyub saxlamışdır. Yəni, bütün xalqlarda Rast sol mahiyyəsində çalınıb oxunur. Bunu müxtəlif alimlər, o cümlədən Türk alimi Həsən Təhsin, bizim görkəmli musiqişünas bəstəkarımız Üzeyir Hacıyevin dayısı musiqişünas Ağalar Əli Liveyev da etiraf edirlər. 17-ci əsrin görkəmli musiqiçisi, nəzəriyyəçisi Dərviş Əlinin musiqi traktatında Rast haqqında oxuyuruq ki, Rast hələ Adəmin dövründən bugünə qədər gəlib çatmış və birinci insanın cənnət haqqında naləsidir. Əgər Azərbaycanda Rastdan danışırıqsa, onu demək olar ki, hələ 19-cu əsrdə Rast müxtəlif regionlarda, müxtəlif şöbələrdən ibarətidir. Məsələn, Bakı musiqi məclislərində o 15 şöbədən, Şuşa musiqi məclislərində 18 şöbədən, nəhayət Şamaxı musiqi məclislərində isə 21 şöbədən ibarət olaraq ifa olunardı. Bu mübahisəli məsələləri Üzeyir Hacıyev çox düzgün olaraq Bakı Musiqi Texnikumunda direktor işlədiyi dövrdə xüsusi olaraq muğam şurası yaradır. Bura cəlb olunur ən məşhur xanəndələr, ən məşhur sazəndələr və bunların mübahisələri əsasında, bunların çalğıları əsasında belə qərara gəlinir ki, hər muğamın öz cədvəli olsun, yəni bunların əsasında da proqram düzəlsin. Belə proqramlardan biri də Rastın şöbələrinin ardıcıllığı idi. Həmin muğam şurasının gərgin işi nəticəsində 1925-ci ildə Rastın 13 şöbədən ibarət bir proqramı düzəldi. Bunlar hansı şöbələridir? Mən sizə onları xatırlatmaq istərəm. Rast, Üşşaq, Hüseyni, Vilayəti, Məsihi, Dəhri, Xocəstə, Xavəran, İraq, Pəncgah, Rak, Xorasani, Qərayı və Rasta qayıdış. Bugün bizim məclisimizdə görkəmli muğam bilicisi, Respublikanın əməkdar mədəniyyət işçisi, uzun illər Bakı Musiqi Texnikumunda çalışmış, hazırda Üzeyir Hacıyev adına Bakı Musiqi Akademiyasında baş müəllim kimi dərs verən Kamil Əhmədov iştirak edir. Hazırda Rast dəstgahı 10 şöbə və gülşəni özündə cəmləşdirir. Bəli. Sizin proqramda da, eyni zamanda sizdən əvvəl Əhməd Bakıxanovun proqramında da 10 şöbə öz həllini tapmışdır və 10 şöbə demək olar ki, həm tədris prosesində istifadə olunur, həm də konsert ifaçılığında. Bunlar hansı şöbələrdir? Bərdaş, Maye-i Rast, Üşşaq, Hüseyni, Vilayəti, Şikəstə-i Fars, Əraq, Pəncgah, Qərayı və Rasta ayaq. Yəni, Rasta qayıdış. Bu şöbələr ardıcıl olaraq bir-birindən sonra gedir. Lakin biz yaxşı olar ki, əvvəldən başlayaq bu şöbələrdən danışmağa, çünki bunları sonra ifa edəcək. Yəni, başqa muğam dəstgahları kimi Rast başlayır dəramətlə. Dəramətdə musiqi məzmunu, yəni Rast dəstgahının musiqi məzmunu ilə əvvəlcədən dinləyici tanış olur. Orada olan əsas şöbələrin intonasiyaları, əsas şöbələrin dayaq pillələri orada göstərilir. Ondan sonra Bərdaşda keçirilir.
Bərdəşt bilavasitə ya sazəndə ifasında ola bilər, ya da ki, xanəndə də başlaya bilər. Bərdəşt axırı artıq improviza halındadır. Yəni, burada ciddi ritm yoxdur. Əvvəlcədən bu improvizanın rolu bərdəştdən başlanır. İndi mən xahiş edərdim sizdən, bu bərdəştlərin bəzən adlarını da deyirlər. Deyirlər, məsələn, Novruz Rəvəndə rastın bərdəştidir, adlı bərdəştlər də vardır, adsız bərdəştlər də vardır. Bax, bu bərdəştlər haqqında danışaq və siz bilavasitə bu bərdəşti kiçik də olsa göstərəsiniz. Mən sevirəm qısa göstərməyə. Çünki bilirəm ki, vaxtın azlığı mümkündür. Cürbəcür, məsəl üçün ifaçılar, gənc ifaçılar səhnələrdə araqla başlardılar. İkinci bir Paris'ten başlayır. Yəni məqsəd olur Mahiyə getmək. Qurban bizim görkəmli Azərbaycanın qartalı deyərdim ona. O zaman sənətkarımız. Qurban rastı belə başlar. il, 60 il bundan qabaq 100 illiyə, 20-ci ilin əsrinə aid rastın özünün məxsus bərdəşti vardı. Bu saat çalacağım. O zaman sənətkarlar, həm yoldaşlarım gedib, bir onun şahidiyəm ki, mənim dostum Əryağı Quliyev xalq artisti, Respublikan xalq artisti bu saat bəlkə də qulaq asır bizə, bu təsdiq edəcək. Rastı belə başlayardık. Bütün müəllimlər, Mirzə Mansur, Əhməd xan və s. bütün müəllimlər rastda bu cür bərdaş aparardılar. Qanundur. Kim əyəm rastın bərdaşını bu cür başlamasaydı, deyərdilər ki, düz çalma, düz çalma. Bərdaşdan sonra rastın mayə şöbəsi gəlir. Mayə rast muğam dəstgahda ən böyük şöbədir. Öz də muğamın bütün əsasını, təməl daşını təşkil edir və onu səciyyələndirir. Mayə rastda bir əsas cəhət odur ki, onun musiqisi çox təmkinlidir. Və elə bir rəvayətçi təmkinlə nağılı nəql edir. Mayə rastdan sonra Üşşaq və Hüseyni kimi güşələr gəlirlər. Üşşaq hələ bizə 12 klassik muğamdan yadigar qalmış birinci muğamdır və o sonradan Azərbaycan musiqisində bilavasitə şöbəyə çevrilmişdir. Lakin Hüseyni ərəbcə gözəl deməkdir. 14-cü əsrin görkəmli musiqi nəzəriyyəçisi Əbdülqadir Marağıya görə Hüseyni Sultan Üveysin oğlu Hüseynə həsr olunmuşdur. Biz bugün yenə də istifadə edirik ki, Kamil müəllim buradadır. Sizin Üşşaq haqqında çox yaxşı fikirləriniz var. Yəni, Üşşağı siz iki variantda göstərirsiniz və xahiş edərdim ki, onu deyəsiniz və eyni zamanda da onu çalıb göstərəsiniz. Doğrudan da maraqlıdır. Çünki Üşşaq 3 muğamda işlənir. Rastda, mahur indidə, orta mahurda. Marağı orasıdır ciddiliyimdə. Orta mahurda və mahur indidə həmən bu Üşşaq ikisində işlənir. Hələ 40-50 il bundan qabaq cavan müəllimlik etdiyim vaxtda tələbəm də maraqlanıb. Gəlir mənə dedi ki, müəllim, axı Üşşaq deyirsiniz,
Bəs niyə mahur indi də orta mahurda bu oxunmur? Mən ustadlarıma, hansı ki qocaman sənətkarlarla bir işləyirdim, müraciət elədim ustadıma bir zaman sonra. Dedim, verirsə, axı, haqlı olaraq cavab soruşurlar məndən ki, necə olur, üşşaq olur, bəs mahur indi orta mahurda yoxdur, o güldü. Dedi, o üşşaq üçündə də var. Amma rastın içərisində olan üşşağın içində üç şərqi var. Üç aşığın görüşü var. Üç aşıq sorğu-sual edirlər bir-birinə. Məsəl üçün, rastda heç bunu çalmayaq. Hələ. Üşşağa aiddir. Mahur indi. Üşşağa aiddir. Ona görə də, deməli, mahur indidə və orta mahurda üç şərqi yoxdur, üşşaq pərdəsi var. Hörmətli tamaşaçılar, indi də gəlin Rast muğam dəstgahının Dəramət, Bərdaş, Maye Rast, Üşşaq, Hüseyni şöbə və güşələrinə birlikdə qulaq asaq. Oxuyur Respublikanın əməkdar artisti Ağaxan Abdullayev, çalır Azərbaycan televiziyası və radiosunun Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı. Ansamblın rəhbəri Tarzən Möhlət Müslümovdur. Biz onu da xatırladaq ki, Rast muğamının ifası zamanı biz xalq şairi Bəxtiyar Vahabzadənin muğam poemasından Rast haqqında qəzəldən də istifadə edəcəyik. Bu qəzəli oxuyacaqdır aktyor İlham Əsgərov. Bir adilin hikmətli nəsiyyətləridir rast. Tarix danışan köhnə rəvayətləridir rast. Adil danışır, canlı misallar çəkir hərdən. Bir taleyin ibrətli hekayətləridir rast. Üşşaqda verir sirli suallar bizə rəng-rəng. Eşqin də cavabsız qalan hikmətləridir rast. Mənə təhqirlə baxma, min gənci çıxar zahirə viran əlimdən.
kimi mən barigah eşqi bəyəndim. Keçdi bu təmənna ilə şahanəliyimdən. Məcnun kimi mən barigah eşqi bəyəndim. Keçdi bu təmənna ilə şahanəliyimdən. El düştü bütün heyrete divan elimden. El düştü bütün heyrete divan elimden. Sırrım demedim bir kese merdayan elimden. Hak ister yeşkem mənə təhqirlə baxma. Hak ister yeşkem mənə təhqirlə baxma. Min gənci çıxar zahirə viraya on əlimdən. Ay Məcnun kimi mən barigah eşqi bəyəndim. Məcnun kimi mən barigah eşqi bəyəndim. Aman aman. Keçdi bu təmənna ilə şahan əlimdən. Məxmur gözün fikri ilə badə çox içdim. Məxmur gözün fikri ilə badə çox içdim. Bir kimsə zərər görmədi. Məstan əlimdən. Hər lalər xunşəmi kimi eşqinə yandım. Bir ləhcə xəbər tutmadı pərvan əlimdən. Divan neyi eşq olmadı hər kim həvəs etsəm. Əvvəlcə gərək dərs alar indan əliyimdən. Vahid, vahid mən o xakəm yenə meyxanədə bir gün. Bir zövqü yetər aləmə peyman əliyimdən. Məndə Məcnundan füzun aşiqlik istedadı var aman.
füzun aşıqlıq istedadı var. Aşıqı sadiq mənəm məcnunun ancaq adı var. Nola qan tökməkdə mahir olsa çeşmin mərdimim. Lütfeyi qabil görür qəmzən kimin ustayın var. Yaraman aman ay aman aman ah yar hey qıl təfəxür kimsənin var həm mənim tək aşiqin. Leylinin Mecnun şiirinle gelir Ferhadı vay ay yaraman aman aman yar 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 aman yar 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 Fedayın adamını büyür bilem özün bir gönül istereyim aman. Büyür bilem özün bir gönül istereyim aman. Çekmeyen cefaya gülüm ya yarın eylerem. Çekmeyen cefaya ya yarın eylerem. Meğen bu haliyle yalan ya yarın eylerem. Meğen bu haliyle yalan ya yarın eylerem. İndicə eşitdiyiniz şöbələrdən sonra rast dəstgahında vilayəti şöbəsi gəlir. Əhməd Bakıxanov, görkəmli bizim tarzənimiz, bu şöbə haqqında danışarkən deyirdi ki, indi vilayəti hissəsinin əvəzinə çox zaman şahnaz oxuyurlar və çalırlar. Bəli. Kamil müəllim, bax bu sözə sizin münasibətiniz necədir? Doğrudur. Çünki vilayəti özü bu saat
ifa olunmur və çalınmır. İndi bilənlər var, mən demirəm, heç kəs bilmir. Bilirlər, tarixənlər bilirlər. Müğənnilər də bilsələr də ifa etmirlər. Şəhnaz deyir. Çünki vilayəti iki qısa olduğuna görə çalıram vilayətini. Əsli vilayəti. Amma Şəhnaz ki deyir, Əhməd müəllim, ya eşidirik, qulaq asırıq, ilk dəfə bunu mənə Seyid Ustadı, müğənnimiz Seyid Şüşinski, mən maraqlandım bu vilayəti məsələsində, deyir, Tiflisdə deyir, hələ inqilabdan qabaq bir böyük konsert vardı. Qərb-Şərq konserti idi. Mən orada deyir, üçlü ilə çıxmaq istəmədim. Çünki millət, çox millət vardı orada. Bütün millətlər. Mənim bir yaxın dostum vardı, deyir, onun qızı çox yaxşı piyanino çalırmış, ifa edirmiş. Deyir, o qıza dedim ki, səhnədə ikimiz olacaq. Deməli, mənim üçün vilayəti çalacaqsan, Şəhnaz vari, vilayəti dilkəş. Deyir, gəldi, Seyidin dəyində özünün dilinə, o vaxtı fıraq giyirlərmiş, fıraqmallı, fıraqla, hər şeylə gəldim, deyir, dirseyləndim, rayala başlandı. İlk dəfə həmən vilayəti dilkeşi Seyid Şüşinski oxuyur. Bəzən vilayəti şöbəsinə və yaxud Kamil müəllim dediyi kimi dilkeş də əlavə olunur. Yəni bu onunla əlaqədardır ki, dilkeş öz qüvvəsinə görə, cazibəliyinə görə çox könül oxşayan bir musiqidən ibarətdir və təsadüfi deyil ki, vilayəti şöbəsinə bu şöbə də daxil edilir. Lakin proqramlarda nə bu şöbə, nə də ondan sonra gələn Kürdü şöbəsi yoxdur. Mən bundan istifadə etmək istəyirəm ki, Kamil müəllimə müraciət edeyim. Nə üçün Rastın proqramında hələ əsrimizin əvvəllərindən bugünə qədər bu şöbələr daxil edilməmişdir proqrama. Yəni, tədris olunmur. Ancaq konsertdə ifa olunur. Yaxşı sualdır. Çünki dilkeş bilirik ki, Rastın, Şəhnazın bu şöbəsidir. Necə ola bilər ki, biz o iri bir Rastın vilayətisini götürək, dilkeş yazaq və başqa şey yazı köçürdək. Hələ dilkeş vilayəti adı ilə qalır, vilayətidən sonra şikəstəyik var, və araq sayrə şöbələr gəldiyinə görə. Çünki yenə təkrar edirəm, dilkeş Rastın şöbəsi deyil. O şura keçir, bəqam etibarilə dilkeş də, Kürdü də şura aiddir. Dediyimiz kimi qəşəng olsun, uzadılsın, şirin əvazlar, nəfəslər, o cazibəli olsun, ona görə xalq musiqiçilərimiz onu işlədirlər. Amma qanuni cədvəllərə düşməyib Rastın. İndi də gəlin vilayəti, dilkeş və Kürdü şöbələrinə qulaq asaq. Vilayəti şöbəsini oxuyacaqdır Respublikanın xalq artisti Yaqub Məmmədov, dilkeş və Kürdü şöbələrini isə Respublikanın xalq artisti İslam Rızayev ifa edəcəkdir.
Salıp gözden rəqibə naz edir. Nə mən olum boyla, nə belə yarım ola, gəl alayam, qurban ayda dayam anam. Dolandır başına bar təsəddiq eyləməni, fəday ol canana, min can bədəndə varım olaya. Əzizlər qəm evində nə xoşdur can vermək, öləndə başımın üstündə yəgər nigarım olaya. Gene bu həsretiyle Bakı ölsə cənnətdir ki, astane-i calanda məzarım olar. Aman, 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 Vedadım, aman, aman, yarın ya, aman ya, ay canım, aman, aman, Dilkəşdə pıçıldar bizə dünya kədərindən. İnsanın ədalətli şikayətləridir rast. Öz dərdini qışqırmaz o, ahəstəcə söylər. Lakin əzabın son dəmi sərhədləridir rast. Dünyanı gözəl görmək üçün qurbana hazır, insanların ilk arzusu, niyyətləridir rast. Ey bəxtiyar, atəşi söz rənginə girməz, həm dərdli qürub çağı və həm dan yeridir rast.
saldım. Bir bahçesinde bir gülüşle mesken saldım. Çekinmedim öz sözünden, gezip eller kılar beni. Ne bileyim ki naşız yar misal elden seçmezmiş. Kadir bilmez sade insan, mis yerine satar beni. Ay canım, bahçesinde bir gülüşte meskan saldım. Ay bir bir gülüşte meskan saldım. Çekinmedim öz sözünden, dedim eller kınar beni. Çekinmedim öz sözünden, dedim eller kınar beni. Boy dolansın bari her ayın kanından dönen dostlar. Üzerler gezerler de vaksız gelip çapar beni. Ay canım, ay canım. Dağlarda ceylan keser, eren yanında şezer. Dağlarda ceylan keser, eren yanında şezer. Ben yalan eylemişim,
vefasızsa min bir ki canım o keser can diyene bin kere kurban olay. Çok ala gözlere vefa dedim kaçtı kenar. Çok ala gözlere vefa dedim kaçtı kenar. Sonradan çok diyerler var tek yollarım ona. Eşittiğiniz şöbelerden sonra Şikeste-i Fars şöbesi gelir. Şikeste-i Fars ümumiyyətlə şikəstlərin özü xalqa şikayətlərin çatdırılmasıdır. Ona görə də onun musiqisinə yanıqlıq, həzinlik çox xasdır. Bizim xanəndələr arasında şikəstənin Qarabağ şikəstəsi, Kəsmə şikəstə, Şirvan şikəstəsi, Şikeste-i Fars kimi şöbələr yayılmışdır və onları ifa edirlər xanəndələrimiz. Eyni zamanda mən onu demək istirdim ki, bütün şikəstələr də, elə aşıq şikəstələr də əlavə olunmaqla məhz seygah məqamında oxunulur. Özü də lad etibarilə, məqam etibarilə elə Şikeste-i Fars şöbəsi seygah məqamına aiddir. Lakin bununla bərabər Şikeste-i Fars rastda ifa olunmaqla yanaşı, şurada da ifa olunur, rast ailəsinə daxil olan Bayati Qacarda da, Orta Mahurda da, Mahur Hindidə də ifa olunur. Biz gələcək verilişimizdə bunları sizə deyəcəyik. İndi isə mən istərdim ki, sözü Respublikanın xalq artisti, professor Arif Babayeva verək. O, rast muğamında Şikeste-i Fars şöbəsini ifa etsin.
Bahar oldu könüller şad olan mevsimdi yarım yok. Bahar oldu könüller şad olan mevsimdi yarım yok. Başımda ne şeyim elde cam hoş güvarım yok. Sen ey bülbül fəqanət güldən ötürü səhni gülşəndə Mənim nitqim tutulmuşdur kim Yarı gülzarım yok Ay 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 Sənin döndü xəzanın vəhsi güldən nə bahar Sənin döndü xəzanın vəhsi güldən nə bahar oldun Benim faslı xəzanımdır ki, o rəşk baharım yok, aman, 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 ay. Açıldı qança bülbül vəhsi güldən yetdi didara Dedi bey çaki giriban ölməzəm mən Heç arım yok Ne naqdım var meyna ben ne rəhl camə bəstərim Ne rəqdim var meyna ben ne rəhl camə dəstərim Beter ondan bu ki meyxanelerden etibarım yok Ne
Ne tergib eyləyirsən məni cənnətə vaiz, ne tergib eyləyirsən məni cənnətə hərdən vaiz. Mənim bağı beşdim yardır, cənnətdə karım yox. Həzər qıl, həzər qıl, yaxma dildə ah o dilə nabəkin seyid. Mənim ol qaşı aydan, bundan əzcəyə, yadigarım yox, ay dadı bey, dadı aman, Sen benim özüm, ay kara gözüm. Sen benim özüm, ay kara gözüm. Saçları tersim bürüyüm, ay kara gözüm. Güzellerin güzeli sensen, Gönçelerin gönçesi sensen. Güzellerin güzeli sensen, sevgimizin edeli sensen. Kemende sarı meriyen, ay kara göz. Güzellerin güzeli sensen, eşkimizin edeli sensen. 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 Hörmətli tamaşaçılar, indi biz Ras muğam dəstgahının zil şöbələrini sizə təqdim edəcəyik. Zil şöbələri əraqdan başlanır. Lakin əraqdan əvvəl qabaqlar Xavəran şöbəsini də ifa edirdilər. Mən istərdim indi Kamil müəllimə bir sualla müraciət edim ki, bax, indi neçə illərdir ki, Xavəran nəyə görə ifa olunur? Bəli. Mən göstərəcəyəm hal-hazırda bir pərdədə, Rastın arağı pərdəsində. Rastın araq pərdəsi olur. Burada Xavəran. Qərayimiz var axı. Axırda Raki Xorasanı deyirik. Raki Xorasanı biz elə Rak deyirik Azərbaycanda. Rakdən sonra yəni başlayır Qərayi. Qərayini qabaq çalırdıq belə, ifaçılar da, tarçalanlar da. Amma Qərayini seçsiniz ki, mən bir günlər çaldım, bu cür ayaq verdim, dedi mənə nə inirsən? Dedim Qərayi çağıram, dedi sən Qərayinin ayağını çalırsan. Başladı sözlərlə, Gülüstanda sənə bənzər. Bunu kəlmə-kəlmə.
deyim odur ki, 3 şöbənin bir pərdiyə düşüb bir-birini qaçdırıb, qərayındakı qısa çalanda xavərənə bənziyirdi. Biz onu çıxardıq, biz yox. Məndən böyük sənətkarlar, müəllimlər, o vaxtı, bəli, pedagoglar yığışdılar, xavərəni bitirmədilər. Xavərən gəldi, üçdü Bayəti Şiraza. Tək Baya Şirazda pısadı. İki yerdə qabaq işləyirdi, Rastda və Baya Şiraz. İndi Rastdan götürülüb, xavərən Baya Şiraz. Yəni, Əraqla əlaqədar. Və əlaqədar, pərdə ilə əlaqədardır. Çox sağ olun. Hörmətli tamaşaçılar, indi verilişimizin sonunda sizə 3 kulminasiya şöbələrini təqdim edəcək. Bunlar Əraq, Pəncgah, Rak şöbələridir. Ən əvvəl onu deyək ki, kulminasiyanı başqa sözlə ovuc da adlandırırlar. Ovuc yüksək, göyün yüksək qatı, yüksək zil səs deməkdir. Bu termindən Orta Asiyada indi də musiqişünaslar istifadə edirlər. Əraq şöbəsindən danışarkən onu demək olar ki, 12 klassik muğamdan 5-incisi məhz Əraq adlanır. Sonradan o Azərbaycanda güşə halına keçmişdir. Pəncgah Əraqdan sonra gələn şöbədir və Pəncgah Rastda xüsusi mövqe tutduğuna görə ona bəzən Rast Pəncgahdır deyirlər. İranın özündə indiyə qədər Rast ayrıca oxunulmur, Rast Pəncgah kimi çalınıb oxunur. Bu şöbədən sonra Rak da gəlir, ancaq onların ümumi cəhətləri nədən ibarətdir ki, Pəncgahda artıq musiqi öz səciyyəsini dəyişir, yəni o kövrək, xarakter daşıyır, eləcə də həzinlik onda vardır və bu kövrəklik, həzinlik Raka da sirayət etmişdir. Mən bir məsələni də qeyd etmək istərdim ki, Əraq, Pəncgah, Rak demək olar ki, maye-i Rast, Hüseyni Üşşağı bir növ zil tonda varyantını təşkil edir. Bu onun xüsusiyyətidir. Yəni burada simfonizm, dramaturji bir inkişaf vardır. Elə təsadüfi deyil ki, bizim görkəmli maestromuz Niyazi Rastın simfonikləşdirmişdir və simfonik muğam yazmışdır. Yəni bu xüsusiyyətlər ona imkan vermişdir ki, belə bir simfonik muğamı o yaratmışdır və bu muğam indi də həm meşədə olduğu kimi xaricdə həvəslə qarşılanır. Və nəhayət Rastda bu kulminasiya şöbələrindən mütləq aşağıya qayıtma, yəni mayeyə qayıtma lazımdır. Bunun üçün də qərai şöbəsindən istifadə olunur. Qərayinin funksiyası da elə budur ki, zil tondan bəm tona gəlib çatsın. Və bu funksiyanı da qərai yerinə yetirir. Bütün bunlardan sonra yəni mayə şöbəsində çox təmkinli, aramlı xəsiyyətdə Rast tamamlanır. Hörmətli tamaşaçılar, indi də gəlin Rast dəstgahının kulminasiya şöbələrinə birlikdə qulaq asaq. Oxuyur Əraq şöbəsini Zahid Quliyev, Pəncgah, Rak, Qərai şöbəsini isə Respublikanın xalq artisti Canali Əkbərov. Da
öz sevgim, öz nazlılarım. Seni görecek elden gider ihtiyarım. Seni görecek elden gider ihtiyarım. Gel gerek güler dinle bülbüler, dinle bülbüleri adını. Gel gerek güler dinle bülbüler, dinle bülbüleri adını be. Dağların başında ceylan güzel yoluyla.
Feleyler yandı ahimden, feleyler yandı ahimden, muradım şemi yanmaz mı? Şebi hicran yanar canım, töker kan çeşmi giryanım. Oya da yar xəlqi əfqanım, qara bəxtim oyanmaz mı? Ey bedaya dem